Dolğu, hə, elətdirmişəm. Yoxsa qalmır dodağımda. Baxın, bu dodağımda 2 milli dolğu var. Birini elətdirmişəm may ayında. Mayın axırı, şəhərə gəlməmişdən əvvəl. Birini elətdirmişəm, harasa 10 gündə. Qalmır, əriyir. Bilmirəm niyə. Yox da. Bəlkə də mənim canım çox nazikdir, ona görə. Ət çox sevirəm də. Soğandır, ətdir, sarımsaqdır. Keçən gün bir dənə qız izləyirəm. Kəşf eləmişəm. Azərbaycanlı Rusiyada yaşayır, Rus dilində kontent çəkir. TikTokda. Deyir ki, mən deyir, bir cicili qız olmaq istəmirəm də, mən deyir. Cicili biri olacaqsa pikmi. O pikmi deyir. Deyir, pikmi, biri pikmi olacaqsa bu kişi olsun deyir. Mən deyir, soğan yiyirəm, sarımsaq yiyirəm. Ondan sonra cəsarətləndim. Yəni, həqiqi də. İnsanın özünü tanıması, özünü sevməsi o qədər gözəl bir şeydir ki də, yəni. Gəlir, sarımsaq soğan yiyəndə dişli enerji düşür. Cəhənnəm olsun dişli enerji. Mən zövq alım yeməkdən. Mən bir dənə çökəlməsəm ha, dünyaları yərəm, yəqin ki.